bura. Yaxınlaşın, bax. Azıq elə gəlib, baba buradan artıq belli olar. Simran müəllimin yaxşı uşaqları var. Bari balaca fonu. Hər üzünü bir nəfər qan aparır. Gördün, sana gördün ki millet bərk işləyir. Bərk işləyirsin də? Ya. Sən mi? Yox. Bu 5 deyildir. Mən də uşaq. Uşaqlar bir mən o kanata durmaq istəyirəm. Bizdən Onda birinci elə səndən başla. Allaha. Sır ha. Orxan, ümumət döyüşsən. Orxan kim? Salam dostlar, əziz izləyicilər. Bu günləri Razindəyik. Ruslan müəllimin yanında. Layihəmiz davam edir. Məşqin gedişatından Ruslan müəllim bizə bəhs etsin ki, bu gün məşqlər necə gedəcək, nətərə gedəcək. Salamlayıram sizi, xoş gəlmisiniz. Doğrudan da gözəl layihədir, idmansız aşıqlandırırsınız. Əla layihədir, uğurlu olsun, xeyirli olsun. İnşallah bu gündən atrobotk olacaq, başlayacaq, razminq eləyəcək, atrobotkalar vəziyyətdə işləyəcək. Həm güləş, həm ələyaq vəziyyətdə. Sən uşaqları bilən çək hamısını, idmançıları. MMA üçün özünüz görürsünüz də burada hər şey əlverişlidir. Sölü, stadionu, qaçmağa yeri, zalın içi, yüksək səviyyədədir. Bir də belə bir şey demək olar ki, bu zal harda yerləşir, tam dəqiq adresi. Bura gedir Aşıq Bəri kütləsi, Bakıxanov, Aşıq Bəri kütləsi. Burada belə boru diləcək, Arablinka yoludur da. Sizin məşqləriniz burada aynı səsi olar. Yəni həftəlik. 1, 3, 5-ci günlər mən olmam burada. 2, 4, 6-cı günlər Bəxtiyar Abbas. Biz ümumiyyətlə 7 yaşdan yuxarı götürürük, 7 yaşdan yuxarı qəbul edirik. Elə yuxarı yaşlar və 50 yaşa qədər var. Ona görə dayı deyil. Veteranlar. Əsgərdə Veteranlar. Lənkəranda. Lənkəranda. Mənim üçün Lənkəranlı ya. Hə, Allah. Onda bütün idmanlar çəksə, boks, güləş, hamısı İndi inşallah ki, cənnətdə güləşdir. Hə, Allah. Güləşdə o mən özüm yoracam. Mən də köhnə bir də zaysın var, fikirləşən videonuz var. Oradan Həqiqətən də yaxşıdır. Bu idmançıların əziyyətini ancaq komandası görür, bir də idmançılar görür. bir də belə bir söz var ki, kənar hər şeydə deyirəm. Hər videoda deyirəm. İdmançı məsələn tanınan sonra onu gedib çəkməyə ehtiyac yoxdur. Onsuz onun sponsorudur, çəkilişi necə lazımdır, yüksək səviyyədə olar. İndi bir dəqiqə çəkmək lazımdır ki, o getsin bu insana nə vaxt efirə çıxanda o bilsin ki, necə danışmaq lazımdır, ən azından efiri görsün və Hə, 100%, 100%. Yo, burada elə uşaqlar var ki, indi 1 ilə 2 ilə ücə tanınacaq. Heydər gördünüz birdən birə. Yəni birinci uşaq idi, biz qırağa apardıq. Şükür Allah yaxşı. Bunun davamı gələcək. Bizdə potensiallı uşaqlar var. İstər balacalardan olsun, istər böyüklərdən. müəllimin videolarını izləyirəm. O siz kanatla yarışlar keçirsiniz. Hə. Kim qalxan bir müəllim elə söz deyir ki, gələ qalxın. O sözlər olur. O sözlər elə Heydər çempion edir. Ölcünü çempion eləyir. O qıraqda hələ bəzi sözlər var, Əli bilir onları. O sözlər o qıraqda pərdə arxası sözlər var. Maşallah 25 kilo ilə kanadı qalxın belə. Heç yoxlamamışam. O Kanadı. Bir iki dənə söz deyərəm. təşkil olunandır başqa. Yaxşıdır, çox gözəldir, mən bəyəndim. İlkdir də demək olar ki, belə bir şeylər olur, mən heç görməmişəm. Azərbaycanda mən fikrimcə belə məşqlər gəzən məsələn. Mən görməmişəm. Biz də görürəm ki, İşıqlandırmaq lazımdır da bir balaca. Əziyyətlərini qoy görsünlər. Tək komanda görür bunların əziyyətini. Qoy hamı görsün ki, doğrudan da idmançını harda görsün? Ringdə 15 dəqiqə döyüşür, 25 dəqiqə döyüşür. Və bunun əziyyəti var. Ora gəlib çatana qədər bunun məşqləri var.
Bunun işıqlandırma çox gözəl layihədir. İndi inşallah başlayırıq kölgə döyüşünə başlayırıq. Bəli. Başlayırıq kölgə. Ruslan mənim tələbəsinin yanındayıq. Adı soyadı necə olur qardaş? Məmmədov Riyad, Neçə kilo vuruşursan? 77 kilo. İndiyə qədər hansı yarışda çıxırsan? MFC liqasında döyüşən professional, Bakı çempionatı, Respublika çempionatı və başqa yarım professional turnirlərdə iştirak etmişəm. Heç məğlub olmamışam, hamısını qalibəm. Belə. Məğlub edilməz. İndi izləyicilərin çoxu da tanıyır Riyadı. Mən özüm də ora bura gəlməmişəm və tanıyırdım. Yəni sosial mediadan çoxu tanıyır və ya da çoxu idmançılığından tanıyır. Yəni ən azından tanışlığı var. Yəni üz siması sosial mediaya yaxın. Həqiqətən. Sən özün də videolar çəkirsən. Və özüm editləyirəm, paylaşıram. Ya bəzən liqalar, universitet liqası falan onları paylaşır. Səhifədə mən də paylaşıram. Sənin ad familiyan necə oldu? Zəfərov Salih. 66 kiloqramda döyüşür. Maşallah uşaqlar hamısı ağır kiloda vuruşurlar burada. Nə yarışlar var qabaqda? Bir də axırıncı nə yarışına çıxmısan? Axırıncı Zəfər Respublikada döyüşdü. Respublika kubokdan 5 boy keçdim, çempion oldum. Qabaqda da inşallah AFC-nin Lubiteli yarışı var, orada vuruşacağam. Yarım professional daha doğrusu. Ayın 9 olmalı idi Martın. 10. Orada inşallah Martın 6 kilo vuruşacağam. Bəli. İnşallah da doğurlarsan hə, inşallah. Sonradan gəlib çəkəcəyik. Orada biz də olacağıq inşallah. Osa bundan əvvəlki çəkilişdə eləmişdik. Selection 11-i. İndi inşallah bu Selection 12-nin qəşəngdən bomba çəkiliş gələcək. İnşallah baxırıq. Rəqibin bu ayağı qabağa gəlirsə, döyüş vaxtı. Bu ayağı qabağa gəlirsə, içərdən biz arxa ayağımızı, boş olun qabağa. İçərdən arxa ayağımızı atırıq, sayıda düşür yaşarıq. Yox, əcəl. Rəqib bu birisi ayağın qabağa qoyursa, döyüşürük. O ayağı arxadadır, bunu qabağa qoyursa. Onda biz gəlirik dizinin arxasına. Ayağımızı belə açmırıq, oturar dizimizi əzər, qıra da bilər. Ona görə gəlirik dizlə bura. Gəlirik və dartırıq rəqibin kürəyi tərəfə bura. Yox, əgər rəqib iki ayağında arxaya qoyursa, klins vəziyyətindən, rəqib iki ayağı da arxadadırsa, biz görsətmək olar. Nə edirik uşaqlar? Bir balaca başımızı qırağa çəkirik bu tərəfə. Başımdan perixod edirəm, başımı sağına düşərik, keçirəm arxasına. Buradan davam edir. Birinci başlayırıq qoldan dartırıq, bir diz atırıq yerə uşaqlar. Baxın, bu vəziyyətdə dizi atırıq yerə, dartırıq buradan. İki verdiz, ancaq elə gəlib, baba buradan dartırıq pedrolar. Sonra gedirik iki dənə başdan vururuq, başdan eyni qaydada. Bir sağ düşür, sonra da beldən. Beldən elədir, biraz üstümə gələndə dizi qoyuram, dartırıq. Yaxınlaş. Ruslan mənim növbəti tələbələrin yanındayıq. Adın soyadı necə oldu qardaşım? Mehdi Ebrifər. 66-da vuruşam. 62-də MFC-də vuruşmuşam. Respublikada vuruşmuşam. Əvvəllər karate ilə məşğul olmuşam. 7 il. Ondan da Respublika çempionu olmuşam. Ay sağ ol. 5 yaşından başlamışam. İndi 19 yaşım var da. 14 il. Oy maşallah. Rəqəyev Əli. 70 kiloda vuruşam. Acaba hansı döyüş? AFC-nin təşkilatına vuruşmuşam. Bəli, professional vuruşmuşam. Ondan qabaq da İMAF-ın dünya çempionatına vuruşmuşuq. Hə, qaqaş mənim demişdi o da. Çox gözəl. İrlandiya ilə döyüşən. Orada nəticə nə olmuşdu? Orada birinci döyüşü uduzdum, ikinci döyüşü utdum. Harda baş tutmuşdu döyüş? Abu Dhabidə, Dubayda. Qabağına getdiniz sonra. Biz 3-4 gün qabaq getmişdik. Bizlə saat fərqləri var onların. Eyni saat. Eyni saat. Amma hava şəraiti Hə, hava deyirsən. şəraiti orada istirik. Sən sağ ayağında yüngü var desən də. Bizdə davam edəcəyində İnşallah sağ olacaq. İnşallah. Hə, bir də yaşınız neçə oldu? Mən Sən 19. Mən də 17. Öz kilon 70 yoxsa salırsan? Yox, 70-ə salam, belə 74-75 oldu.
Bizim məşq yoldaşımız Heydər oktagonda vuruşanda 9 kilo çək salmışdı. 1-2 kilo salanda belə hissiyatda risk fərq edir. Düzdür bura. Sizə uğurlar inşallah. Şeydən hissiyatını soruşarıq. Güneşli tələmə var. Yox. Maşallah hələ olsun. Bir dənə mənə olsun. Ay güləş ha. Belə şey yoxdur. Həlifi. Oturam gəlir ayağımı dartır mən. Yaxşıdır maşallah. O belə kamera olacaq oradır. Saçan kamera. Yaxdan zavod onu əl edir. Saçan burdan. Çəkən burada. Zavod əl edir. O elə zorunda məsələn. Hələ bir məsələ var. Zavod orada salonda. Balaca konu. Sonra bax bunlar, bu balacalar, həqiqətən də bax bunlar. Bunlar resmen udublar. Maşallah bu balacalar doğrudan da yaxşı görür. Neçə yaş var mənim? Bax bunun var 11. 13, 12. Sənin də 11. Neçə kilo da vuruşur? Bu vuruşur 32. 33 elə. Bu 38. Bu 42, bu da 40. Ay maşallah. Mənim indi hal-hazırda 27 yaşım var. Bizim vaxtda judo idi, güləş idi. Karate. Karate idi. İndi MMA daha populyar oldu. Ha. Judodan çıxırlar, güləşdən çıxırlar, gəlirlər Ha. MMA-ya. Daha populyar oldu. Amma o güləş məktəbi olandan sonra biraz burada əl-ayağı düzəltdim Mən deyim də, bax bu MMA-nın 80%-ni güləş təşkil edir. bunu soruşabildim. 80%-ni güləş təşkil edir. Çünki 1-2 atırsan onsuz da tutuşursan. Ağzında tutuşursan. Bir də ki, bizim qanımızda var. Mən o vaxt güləşlə məşğul olmuşam, amma yenə MMA yarışlarına baxıram. Bu ciddiyyətli də baxır MMA-ya, güləşlərə də baxır, fitness. Bütün hamı oturur MMA yarışlarına baxır. Çünki qan çəkir. Bəli. Ona görə maraq var. Döyüşən millət idi. Döyüşən millət. 44 günlük müharibədə onu göstərdim. Əlbəttə. Yaxşı da nə oldu? Qızışaq. Əsas maraqlı tərəf o tərəfdədir. Başlayalım dedi, yoxsa kamera geçsin sonra? Hayır, avala. Hayır, ne olur? Hayır, niye dalaşırsın? Başkası tutardı dersen sizin orada. Şimdi uşaqlar, işləyirik atrobot gələcək. Gəlin bura. Bax, mən sizə bir şey deyim. Gəlin bura. Yaxınlaşın, bax. İşləyərkən, ana, gəl bura. Bax, döyüş başlayarkən mən baxıram rəqibin stoykasına. Əgər rəqib, mənlə döyüşən rəqib, əlləri bu formadadırsa, mən ona atıram düz zərbələrlə yaxınlaşıram. Bakavoylarla, çünki əllər buradadır. Mən ona gedirəm düz zərbələrlə yaxınlaşıram. Yox, əgər rəqib buradan bağlıdırsa, mən ona gedirəm yan zərbələrlə saxtıram, yanlara atıram. Başa düşürsünüz mən? Rəqib aşağı meyillidirsə, aprikotları işləyirəm. Bunların hamısına nəzarət edirik. İndi biz başlayırıq uşaqlar. Gəlirəm, qabaq əli 2 dəfə işlədirəm. 1, 2, arxana atıram düz. Gəlirəm, 1, 2, arxana atıram düz. Yaxınlaşırıq, ancaq bunu atrobotkasını edirik. Deyəndə bir dənə bu əlavə edəcək. Yaxınlaşırıq. Ha ne oldu sana? Birini fırladı şey. Vallahi onunla gəlib çəkərlər. Vay kanı fırladı. Hər üzümüzə görən bir nəfər qan aparır. Ne oldu size? Gel. Ayak. Ben de uçağım. Gel.
Kahırıllama gel. Bilirsən bunun adını? Biraz uçar. Hop. Müəllim konkret yoruldu. Əslində idmançılar yorulmaydı, amma müəllim yoruldu. Müəllim yoruldu. Ha, nə qaldı? Müəllimdən konkret tərəf. Mənə yamanlı başlıyoruz, amma yaxşı mutlu. İdman. Uşaqlar, duraq ayağa. Demək, bu günlərin həqiqətən də gözəl bir gündür. Bəli. Bu gün Heydər Cabra. Heydərin ad günüdür. Alqışlayaq. Top çatırıq. Amma tutandan götürsün. Onu qoysun, heç kim barmaqlamaz. Fətə qoyma, təbrik edirik səni. Dünən top gətirmədik. Bir bazar gündür. Birinci gündə məşqə gətirməyəcək. Yaxşı oldu elə bu təşkiş oldu. Fırlatmış ki, mən bazar gündə düşür. Mən niyə top gətirməliyəm? Biz hansı çəkiş edir? Həmin ki, orada tort yeyirlər. Orada tort, nə bilim, biri oradan nəsə gətirir. Sonra necə davam edir proses? Bir dənə güncüvan İspaniya verə bilərsiniz. Yəni uşaqlar bilir. Kanata dırmaq istəyirlər bizim. Bizdən mi? Onda birinci elə səndən başlayalım. Bəlkə siz İspaniya bilirsiniz. Mikrofon verirsən Ziyada. Bizə verin. Mikrofon verirsən. Kanalı verirsən. Qoşulsuz özünüz məşqə. Onda ki, ləzzətini biləcəksiniz. Arkadaşlar yaxşı ya. Mən sənə demişəm də, sən Səni kanal atacağam hə. İkinci işim var değil mi? sənin ikinci işin var. Demişik özünüz. Hə? Tanışlar da var, danışmışam. İndindən tanışmışam. Gedəcək. Get kanada. 40 kiloya bir dəfə qalxıb düşür. Son baxımızı harda bax? Yo, mən baxmamışam. TikTokdan mən baxmışam. Hə, 40 kilo deyil, Allah. 25 kilo görmüşəm axırıcı. 25 yaxşıdır. Az deyil də, indi baxın. 25 ilə qalxmaq Mən- istəyirsə belə köməklə. Normal Bir nəfər qalxmışam. normal qalxsın. Necə belə yerdə oturub qalxsın. Gəlin bura, gəlin bura. Ya saldı özümüzü bir. Çalışdı değil mi? Hayır. Ondan yox. Hayır, sən elə belə əllə çıx. Bax bu qaydada çıxarsın. Elə belə bir dəm oturursan yerə. Hayır, mən Getdir. 8 Bax, bu qaydada çıxarsın. Bizim uşaqlar çıxır bunu 40 kiloluq daşı asırlar belinə. 40 ilə çıxırlarsa. Bəli. Ben özüm 80 ilə çıxıram. Bir də mən yoxlayım. Bir dəfə başladı 60 ilə çıxır. Mən özüm 2 dənə şaf götürürəm, qaldı. Deyirəm ora, qayda. Talış deməlim. Aha, Yo, inanıram. aha, maşallah. Maşallah. Əla. Ay qəşəng. Axıra göndərdim. Riyad misal üçün çıxır buradan. Bax burayla belə gedir orada pərdə. Qaydır qara buradan. O Yerə düşmədi. şüparların klaskasından hamısını Riyad. Ayaqlarla sallaşır oradan. Qaqaş idmanslar yığıb gətirib, bəyək qaqaş deyir ki, mən özüm deyir, Avropa çempionuyum, kim boksdan. Görürsən kim ona sən. Oyun da Ben təşəkkür qardaş təşəkkür. belə səkiz görmüşsən sən. Demək, bağlayaq belə. Bağlayaq. Təkəri gətirin bağlayaq oturaq. Bir 10 kilo gətirin uşaqlar, 10 kilo. 10 kilo gedər. 10 kilo gedər. Amma elə ayağına dəyməsin. Uşaqlar kömək eləyəcək.
Mən amma inanıram ki 40 sonra qalacaq. 10 kilo qalsın, 40 kilo qalsın. Ha 10 kilo şeydi de üstüne 20 yazılan var ya. 10 kilo sonra Üstüne 20 yazılan da. Ha çatır onu. Gel bak bu zaman oğlan. Arkasına ne yazılır? Kenan. Kenan Nuri. Sən neçə kilosun görüşəcək? Ha 68. Sen böyle 2 dört elə bunu. Yaxşısan. Mənim bir dənə Lübitə yarış qoyaq qaqaşa. Hemen neşin ol. Ben ki bu dırmaşmazlar bəsi. Sen otur. Həyəcandan məsəs odur. Sen otur. Ha narahat olma. Gəlin kəsikəndə bağlı. Zamanlılar da qaldı aynı bazar. Elə ki aça bilir. Daxsına get. Əsas odur ki, o oradan düşmədi. Bir də gördü ki, ayağın çıxdı. Ha şu an bir dala dur. Əli qırağa Elə kömək elə. Sən ayağa dur, yox, qalxıb sənə ayağa. Qaç ayağa qalxma. Bak buna işte ayağa duran mı? Ha все kalkacak. Kalkacak yaxşı. Mənə gəl qalxacaq. Gəlin kapsent açayım buna. 2 kapsent verirsən. İdmançı arasında yox da, kumar. Ha ya Allah ben özüm kömək edəcəm sənə gel. Prosto gəl. Narahat olma sen. Ben kömək edəcəm sənə. Dartacaq. Sən çorba salmaq ki. Ha. Allah ha. Bu da yalandı. İnanır. Bu da yalandı. Allah. Ha. Ya bu dala dur. Allah ha. Sıkır ha. Sıkır ha. Malades. Malades. Qəşəng gəl mənim kimi dedim, mən çalışdım 40 son gətirdim. Məndən də gələrsən. Biraz məşğul edin. Malades. Hay Allah. Geniş inşallah şittiləri əzələ yüngül sparing eləyəcək. Yüngül. Çox yüngül ha. Nurlar tüsəysən. Bu elə belə bir şeydir. Mən 40 kilo gətirdim, zarafat etdim. Hazır ol. Getdik. Başladık şu anda. Ay kızım. Hala. Ha ne oldu? Müəllim o nokta qoydu deyə. Lan yüngül sparing eləyəcək. Yüngül. Çox yüngül ha. Stop. Gerçek. Aralar. Geldim lütfen. Sesin de ilerlesin ha. Daha çəkirəm. Özü saxlayan bu. Kamera çəkmə atır. Özdə gedib təzə kamera görür. Gördün, sen gördün kimi indik bərçikliyi? Ha, üstüne ucuna. Üstüne bərçikliyi. O konkret Riyadla şey döyüşəndə getmiş oradan. Buradan başladı oraya getdi. Yavaş yavaş yavaş. Gördün, mən qıraqdım, mən günahım vermək. Onu görürsən də. Bərçikliyi. Hey də! Bərçikliyi sana görürsən. Kim bərçikliyi? Kim diye? Boynu mənim yaxşı. Bərçiklisin də? Ya. Bunlar sənə təqəl. Yox. Bu 5 değildi. Yəni ki, bunlar gözümə yiyir. Bunlar birinci mən o sizə burada görürsünlər. Heç nə olmaz. Heç nə olmaz. Zalda çox şey olur.
Əsl ki zalda ya. Burada face to face. Baba, bu sen felsefesi selahattin ne? Dedim, ben dedim onlar dörtündə lazımdır, bəli. O var abi. Hansı benim? Yok, möhkəm vurdunuz bir-birinizi. Belə də. Sen neçə kilosan? 48. Sen felsefesi edirsin. Sən nə sorsan? Sən Rakam var çəkildə. Bak çöşün 50%'ını ki, buradan ben diyeceğim ki mutlaxırdı. Belə mənli. Yo, bak düz baxanda mən ki baxışlardan biləcəm. mən deyirəm bu Mən də. Mati. bunlar bir həftə ət vermək Mən deyəcəm, amma başqa haqqında deyəcəm. Sirri. Yorumlara yazın ki. Verdim səni. Tamam, xoş gəlmisiniz təzə yarışımıza. Tort yeyəcək. Salam aleyküm. Salam Aktagon. Salam Aktagon. Tortu çək. Ay onu götürmüsən onu. Axırıncı dəfə video baxırdım. Ya karşımda reportaj verərdim. Salam. Aleyküm salam. Onu keçə bilər, üçümüz keçə bilər. Müəllim mənə gəlir. Salam aleyküm. Aleyküm salam. Adınız nədir? Adım Nurlan. Neçə yaşdır Orxan? Orxan, MMA döyüşsən. Orxan kimdir? Nurlan. Hə Nurlan. Ay Nurlan. Ay Nurlan. Taton mənası nədir? Nə? Tatonun. Tutdum komanda. Beşiktaş. Futbola bax. 100. Azərbaycanda Mən dərzim. səndə də var. Yox, mən çəkin. MMA. Futbola işte deyirəm amma. Keçən həftə idi sətr oyunçu, yoxsa ondan əvvəlki həftə? Aktogon. Keçən 7 gün, bir həftə keçən. Evet. Biraz özündən məlumat versən zəhmət qardaş. 24 yaşım idi bizim olur. Oy maşallah. Həm də təbrik edirik. Sağ olasın. 61 700 vuruşdum axırda. 62, 61 belə professionaldan ancaq çək salmışam. Amma Lubiteldə 66. Siverj biraz çox oldu amma 66, 61 belə. Sən o ora girəndə nə hiss edin? Yəni nətər bir hiss idi? Buradakından fərqli miydi, deyil miydi? Azərbaycan məsələn döyüşlərindən. Mənim üçün fərqli idi əslində. Birinci buradan gələndə ən çox fikirləşdiyimiz bizim çəki idi. Çünki buradan ora gələndə çəki elə saxlamaq lazımdır ki, ora çatanda sən onu sala biləsən. Eyni həmin çəki günü gələndə orada sən əziyyət çəkmirsən. Çəkini salmaq problem deyil, sonra güclü saxlamaq da lazımdır. O döyüşlərdə yansıyır da çəkini salmaq. Bəs nə, yəni çəkini yaxşı salandan sonra sən enerjin də yaxşı qalır. Yoxsa yəni mən düzgün salmayanda adam sonra döyüşmək də olmur rahat. Səhər altıda durmuşuq müəllim də mənlə birlikdə. Heç müəllimi mən deməmişdim də, yəni yığmadım, ya otağını döyməmişim. Yəni otaqdan çıxdı ki müəllim də otaqdan çıxıb gəlir ki, bilir axı siz qram artıq var. Yəni maraqlı keçdi əslində, yəni mənim üçün staj idi. Yəni böyük təşkilatlarda vuruşmaq üçün yaxşıdır. O sənin face-to-face'ində bizim nişanımla baxır. O sən orada belə yüngüvarı rəqibə bir dənə o gülümsəmən var idi. Mən bir dənə ləzzət çox qəşəng ləzzət. O sən nə deyən mən səni udacam. O yam yeyəcəm səni o dedikdə. O özüm fikir verdim, bilə elədim, bilə eləmədim bilmirəm, amma mən orada detallara diqqətlə baxdım ki, onsuz bilirdim müəllim sağ olsun Turan müəllim bura, Turan müəllimə çox sağ ol dedi ki, Ruslan müəllimlə təşkil edib bu çəkişi həqiqətən. Orada mən bildim ki, inşallah çəkiş olacaq sizin məsələn komanda ilə. Orada baxırdım, diqqətli baxırdım ki, onlar o situasiya beynimdə yaradım onlara sual vermək üçün. Orada yüngü var, o gülüşüm var idi rəqibə. Onu bilə mi elədin, yoxsa necə? Bu sən bilə deyəndə nətər, yəni mən ümumiyyətlə həmişə əslində elə bir nüans yoxdur da, yəni həyəcanlı olmasın, yamandraj olmasın. Hamıda var. Prosta onu qarşılamaq lazımdır. Mən özümdə həmişə eləsinə özümü nastroyk edirəm ki, face-to-face çıxmamışdan əvvəl də mən özümü, yəni soru başa saldım özümdən ki, yəni böyük arenadır. Sonra bura çıxanda həyəcan olmasın. Həyəcan olandan sonra da adam istə döyüşə bilmirsən də, rahat, yəni istədiyin eləyə bildiyin şeyi eləyə bilmirsən. Yəni şey eləmirdim, sıxmırdım ki, yəni mənlə adi face-to-face'in özündə də biliyorsan
adam nümayəndələrə düşür. Hə. Yəni orada da olur. Yəni onu rahat olmasın. İstəyir orada, istəyir yarışdan qabaq, istəyir yarış para atılan gündən. Yəni hamısı bir-birinə zəncir var. Maşallah, inşallah sən uğurlar. Canan bir dənə qardaşlarına sən. Ümumiyyətlə qardaşlar da bir-birlərinə olur. Mən də sual vermək istəyirəm ki, mən də bayaq zala girəndə qardaş mənə gülümsədi. Sual versə o bilə-bilə eləni yoxsa. O şeydən də qan çəkib, talış. Qan çəkib, hə, talışdı, qardaş talışdı, mən də talışam. Belə adın necə oldu bura? Mən Elgün Bəndiyev, 71 kiloqram çəki dərəcəsində vuruşuram, döyüşürəm. Yaşım da 22-dir. İnşallah Allahın izni ilə yaxşı olacaq hər şey. Qabaqda yarışlarımız var. Müəllimimiz də yanımızdadır. İnşallah. İndi onun tapşırığına əsasən gedirik. İndi nə təşkilat, hansı təşkilat mənə yarış gəlsə, ona uyğun da çalışıb vuruşub inşallah, ona uyğun hazırlaşıb vuruşacaq. İnşallah. Axırıncı hansı yarış oldu? Axırıncı dəfə Turan müəllim AFC liqasının yarışı oldu. TT-də keçirilən. Bəli, bəli. Rəqibim Türk idi. Türk idi rəqib. Yaşı da məndən üstündür, 5 yaş məndən böyükdür. Ondan da əlavə Open Octagon liqasında vuruşmuşdu. Open rəqibidir, təcrübəli rəqibidir. Ona buna baxmayaraq, yəni yenə deyirəm, bizim əziyyətlərimiz burada çox oldu. Əziyyətlərimizə əsasən vuruşduq. İnşallah ki, udduq, qələbə qazandıq. Yəni İkinci müəllimə təşəkkür edirəm ki, bizi belə hazırlaşdırdı. Psixoloji hazırlıqdır. Heydər də bayaqlar dedi. Ola bilməz ki, yəni heç bir insan məsəl üçün deyə bilməz ki, məndə o həyəcan, stres olmur. Hamıda stres, həyəcan olur. Onu bastırmaq lazımdır. O ki, ringə girdin, setkanın içinə girdin, orada elə bastırdın o yarışı, qələbə sənindir, qutardı getdi. Onu udmaq lazımdır. Əslində o həyəcan olmağı bir yandan yaxşı. Səni daha diqqətli döyüşməyə türklərimiz təşviq eləyir, vadar eləyir. O yaxşı bir şeydir. Həm də onun necə deyirlər, marağı da ondadır da. Hər bir şeydən də həyəcan olmayandan sonra. O ki rəqibi, o türklərin bir sözü olmasını küçümsədinsə, rəqibi. O ki sənin də döyüşün alınmayacaq. Bil ki o döyüşdən nəsə uğursuzluq əldə edəcəksən sən. Mümkünatı yoxdur. Hər yarış vuruşduqca da bizim üçün oputdur, təcrübədir ki, biz artırırıq. Yavaş-yavaş da inşallah ki, daha da o səhvlərimizə baxıb onun üstündə çalışaraq başqa yarışlarda inşallah özümüzü göstəririk. Neçə il məşq edirsən? Mən idmanla MMA ilə üzrə. Ümumiyyətlə nədən başlamısan? Ümumiyyətlə mən güləşdən başlamışam, sonra kickboksla davam eləmişəm. Bakıda yoxsa elə? Bakıda ancaq Bakıda vuruşmuşam. Ondan sonra MMA gəlmişəm Abasov Top Dünya Liqasında vuruşuram. Burada məşq edirəm, məşq toplantısında iştirak edirik. Müəllim Ruslan müəllimdir, dəstək olan Bəxtiyar müəllimdir. Onların sayəsində vuruşuruq inşallah. Çox gözəl. İnşallah uğurlar gələcək yarışlarda sənə çox sağ olun. İdmançını əsas uğur aparan müəllimdir. İndi Ruslan müəllimlə yanındayam. Ruslan müəllim indi sirləri. Ondan sonra mən əsas olan sözün bir tərəfə qoyum. Mən əsas olan oktagona hazırlaşma. Yəni məqamıdır. Belə deyim də, lap başdan bizə rəqib deyiləndə biz onun döyüşünə baxdıq, özüm analiz elədim. Rəqib uduzmuşdu. İndi belə bir şey var. Əgər professional döyüşçü uduzursa, iki variant var. Ya idmandan küsür gedir, ya da daha ciddi hazırlaşır. Bu uduzmuşdu. Bu yarışa çıxırsa təzədən öz ölkəsində, bu daha ciddi hazırlaşır. Öz ölkəsində. Əlbəttə ki, öz ölkəsində daha ciddi hazırlaşır. Və mən ona baxıram, bu necə uduzub. Mən ona baxıram ki, bu güləşlə uduzubdur. Bu ikinci dəfə məğlubiyyətdən sonra döyüşürsə, demək ki, bu güləşini düzəldibdir. Öz üzərində. Çünki məğlub olan idmançı əgər idmanda qalırsa, öz zəif nöqtəsində. Biz necə ki, bizdən hansısa bir uşaq məğlub olanda biz onu zəif yerlərin üstündə işləyirik, düzəldirik. Bu da onun kimi. Bu güləşi bir balaca əl ayağına baxanda, stokasına baxanda bir balaca zəif idi. Çünki mən avtomatik bildim ki, bu güləşini düzəldəcək. Bu ikinci dəfə döyüşürsə və daha ciddi hazırlaşacaq. O bu yarışda keçən dəfəkindən qat-qat üstün idi. Qat-qat indi bu özünüz də baxmısınız, hamı da baxıb. Ona görə də biz ona işlədik, biz onunla. Heydərin misal üçün bazası güləşdir. Heydərin bazası güləşdir. Amma siz orada fikir versəniz, canlı baxmısınız. Heydər ona 2 dəfə ayağına girmək istədi, ikisində də müdafiə elədi. Demək biz düzgün fikirləşmişdik. O güləşini çox düzəltmişdi. Ona görə onu əllərlə dəymək lazım idi. Bizim burada Heydərin burada bir söz oldu.
Heydərin mən böyük arenadır, mən bilmirdim necə olacaq. Birinci dəfə çıxartmışıq yarışa. O pərdənin dalında orada at çəkəndə orada reklamlar gedir. 2-3 dəqiqədən sonra Heydər çıxacaq vuruşmağa. Heydər orada dedi ki, müəllim mən ola bilər nə vaxt uduzaram. Amma bu gün mən uduzmayacağam. Yəni mən bu gün dedim müəllim mən bu gün orada vuruşmayacağam və baxımlı döyüş göstərəcəm. Doğrudan da elə oldu. Gecənin ən yaxşı döyüşü oldu. Ona əlavə bonus da verildi. O təşkilatda gecənin ən yaxşı döyüşü Heydərin döyüşü. Burada döyüş qutarandan sonra bir 15 dəqiqə hakimlər fikirləşdi. Biz özümüz Çünki nə idi? İndi burada professional qaydalarla fikirləşir. Bütün yan hakimlər yaxınlaşdı ora, qlavn hakimlər hamısı yaxınlaşdı ora. Sonra mən ona özüm baxmışam, görürəm ki, oranı çəkirlər, bizim setlərin içində biz görmürdük oranı. Mən bir dəfə yaxınlaşmaq istədim ora, dedilər yox, olmaz. Çünki mənim ürəyim çıxırdı ki, görəsən necə olacaq? Bax, bunların ölkəsində bir dəfə uduzub Azərbaycanda, ikinci dəfə ola bilər hər şey. Özüm özümdə bilirdim ki, Heydər udub. Niyə? Çünki Heydər bir nömrə işləyirdi. Hücum edən Heydər idi. Mərkəz həmişə Heydərdə idi. O ancaq 2 nömrə və qıraqlarda qaçırdı. Düzdür, o da bu qarşılıqlı udarar gedirdi, o vururdu, bu vururdu. Amma Heydər mən bilirdim ki, özümdə Heydər ondan üstündür. Sadəcə deyirdim öz ölkələridir, amma bir tərəfdən fikirləşirdim ki, böyük liqadır, eləməzlər elə. Düzgün qərar oldu. Düzgün qərar. Nəyə görə? Heydər orada bir nömrə işlədi. Bir nömrə işlədi, qırağa eşitdi, düzgün nəfəs aldı, düzgün istirahət elədi 1 dəqiqəsini. O 1 dəqiqə idmançı üçün böyük bir şeydir. Orada düzgün istirahət eləmək lazımdır. Düzgün döyüşdü, düzgün nəfəs aldı, yaxşı hazırlaşmışdı. Buna görə də qalib gəldi. İndi bugünkü gün görürsən Heydər biraz tanıyan kütlə çoxaldı. Ola bilər çağıracaqlar ki, məsələn Elgünüdür. İndi Elgünə də gələcək. Kütlə çoxalır. Biri deyir gedək çay içək, biri o tərəfə dartıb bu qardaşım. Ayso bratlar, qardaşlar çoxalır. O da nəyini rejim pozulur. İkinci dəfə bir dəfə Heydərin başına belə bir iş gəlib. Özü bilir. Rejim pozulur, ondan sonra alınmayacaq. Mümkün deyil ki, alınsın. Buna görə gərək daha ciddi olasan, daha məsuliyyətli olmalısan ki, sənin müəyyən bir kütlə səni tanıyır. Müəyyən bir kütlə səni istəyir. Həqiqətən də baxırlar, sosial şəbəkələrdə, orada, çöldə, barda, Heydər soruşur, Heydəri həmin gün Instagrama, WhatsApp-a girmək olmurdu. Hamı Heydər paylaşıb, hamı təbrik edir. Kütlə, indi sən bir dənə çıxıb, indi necədir? Bir dənə uduzdan gözdən düşürsən. Düzdür. Belədir, uduzdan gözdən düşürsən. Həmçində Elgün. Elgün 71 kiloda döyüşür. Elgünün öz çəkisində Elgünü udmaq biraz çətin məsələdir. Mən sizə deyim. Var, həyəcan necədir? Həyəcan bu dəfə Elgündə həyəcan çox olurdu. Bu dəfə necə oldu? Bu, bayaq özü dedi, settanın içinə girəndən sonra həyəcanı itirmək lazımdır. Həyəcan nədir? Adrenalin qalxır. Adrenalin boğmaq lazımdır. Sən onsuz da orada döyüşməlisən. Ondan sonra çıxırsan. Əlbəttə ki, Elgünün bugünkü gün rəqiblərində 70 kilodur. Elgünü mən ancaq qırağa fikirləşirəm. Çünki Elgünə 2-dən 3 dənə dalbadal imtahan verdi, yaxşı çıxdı. Elgünün fiziki hazırlığı yaxşı. Məşqlərində pastayanla məşqlədir, məşq buraxmaz. Texniki hazırlıq yerində, proslarımız yerində. Bir dənə də bir sualım var sizə. Mənim elə bir məsələn komanda var ki, çıxmamışdan əvvəl məsələn həqiqətən oradan ciddi rəqib gözləyirsən. Məsələn elə maşallah Azərbaycan baxıram elə çoxdur komanda. Yəni MMA-dən. Bu o yandan yoxdur. Bilirsiniz ki, orada ciddi indi qulağınız eşitdiyi, gözünüz gördüyü qədərlə o məsələn söz gəlir ki, məsələn hansısa bir zalda güclü məşq edir. Sizin də məsələn tələbəniz ondan vuruşacaq. Elə bir zal var, məsələn analiz edirsiniz döyüşü qabaqcıdan. Bax belə deyək də, mən Azərbaycanda mən həqiqətən də indi düzdür, hamısından münasibətimiz var, hamısından müəllim yoldaşlarımdır. Amma bizim uşaqlarla düzdür, rəqabət hər bir zaldan çıxa bilər. Elə bir zaldan elə bir uşaq gələ bilər ki, həqiqətən də gözləməz. Amma belə mənim Simran müəllimin yaxşı uşaqları var, həqiqətən də. Onlar bizlə həmişə salam göndərir. Biz həmişə mən yarışı gedəndə Simran müəllim görüşü deyir ki, qırğın başlayacaq. Çünki Simran müəllim özü də çox səmimi adamdır. Biz ondan çəkiliş olmuşuq. Dostumuz həqiqətən. Biz onunla görüşünü deyirəm ki, başladıq biz. Çünki o gəlirlər, bizimkilər buradan gəlir, onlar da oradan qarşılaşırlar. Elə yarışların çoxsunda da o da maşallah çox uşaq buraxır, bizdən də çox uşaq çıxır. Elə yarışların çoxsunda elə biz qarşılaşırıq. Sonra var bir-iki dənə komandalar var, amma mən bugünkü uşaqlara deyirəm ki, mənə elə gəlir ki, biz daha çox çalışırıq.
Mənə elə gəlir. Gündə 2 dəfə məşq edirik səhər axşam. Məşq edirik və yarışlarda da bu axırıncı Respublika çempionatında yarım finalda uşaqlar özləri bilir. Bizim yarım final ancaq bizim çəkilər idi. Mən tələbələri oturtmuşdum. Ki gedin orada o vuruşu. Çünki hamısını çağırdılar eyni vaxtda. Mən elə uşaqlar var ki, mən ona inanmırdım. Ki bu amma görürəm ki, artırıbdır, düzəlibdir. Elə uşaqlar var birdən-birə elə düzəlir ki, baxırsan ki, gəlir keçir bilgisilər. İnsanın məqsədi olmalı hər bir işdə. Misal üçün, insan elə bir şey yoxdur ki, onu xəyal eləsin, amma əldə edə bilməz. Sadəcə olaraq çalışmaq lazımdır. Mən qabağıma məqsəd qoyuram ki, mən ən böyük arenalarda döyüşəcəm. Mən oturmaqla onu əldə edə bilmərəm. Mən çalışmalıyam. Mən misal üçün, mən həmişə uşaqlara deyirəm, mən bahalı maşın istəyirəm. Mən oturmaqla o maşını necə əldə edə bilərəm? Misal üçün deyirəm. Ancaq xəyalını qura bilərik. Ancaq xəyal. Amma bir şey, xəyalım mən nəyinsə qura bilərəmsə, mən onu əldə edə bilərəm. Mən böyük arena fikirləşirəmsə, mən ona gedib çatmalıyam. Mən ona gedib çatmalıyam. Bu da ilkdir mənə elə gəlir. Mən belə bir şey, belə bir şey yoxdur. Doğrudan da uşaqlar sizə uğurlar olsun. Sağ olun, təşəkkür Çox gözəl layihədir. Əladır, gəldik, dedik, güldük, həqiqətən səmimi oldu. Çox səmimi oldu. Hə, yəni biz burada yox, səs çıxmasın, onu eləmək, sakit tut, onda maraqsız olacaq. Səmimi olmaq lazımdır ki, uşaqlar da sıxılmasın. Uşaqların da xoşuna gəldi. İnanıram ki, qəşəng aldı mənə elə gəlir. Məncə də. İndi lazım olan yerə kəsərsin. Bir də sən biraz yaxınlaşma. Heydərdə bir dənə Oktogon xatirəsi qalıb burada. Bir də onun yaxından çəkir. Məndə hansı hardan bir dənə ora baxıram. Mən bir dənə yaxınlaşsa o Oktogon xatirəsi. Yo mənim bilirəm mən indiyə kimi bütün döyüşlərdə qaşım partladı. Hə. Buradan Bütün yarışlarda hə. Hə, məndə həmişə belə Nəsə olur. sənət əsəri. Bəli. Bəlkə də Heydərin özü qədər mən, bəlkə də ondan çox sevindim. Həqiqətən indi orada kadrlarda var. Onlar qoyacaq ora. Hə, bəlkə də mən Heydərdən çox sevindim orada. Və bunu Allah şahid orada. Siz özdə arxada dayanmışsınız. Qabaqda Turan müəllimlə. Dedim dayan orada, mənim ürəyim baxdı. Sən dayan orada. O girəndə hə, razı. Yəni bunların uğuru bizim uğurumuzdur. Azərbaycan uğurudur. Bayrağı qaldırırsa başladı. O Heydər orada bayraq qalxanda onun orada nə diz ağrımadı, ayağı gemotoma vermişdi, gözünü görmüşdü. Bütün o əziyyətlər, səhər tezdən yuxudan durmaqlar, məşqdə yıxılmaq, yorulmaq hamısı unuduldu. Bəli. Bir dənə əl qalxmaq. Eləcə də Elcünün bir dənə əli qalxanda bütün ağrılardan biz özdə bizim komanda dəstəkdir bir-birinə. Necə? Maşallah. Bir nəfər udursa, hə maşallah olsun. Bir nəfəri hamı paylaşır. Elcün udursa, Elcünü hamı paylaşır. Maşallah onu gördüm Heydər məsələn buradan da başqa zallardan da uşaqlarla biz görürük, takibləşdilər. Başqa zallardan uşaqlar Heydər necə lazımdır paylaşmışdı. Əlbəttə biz Azərbaycanın uğurudur. Azərbaycandan kim ki gedir Azərbaycan, liboy bir idmanda fərqi yox. Hamısı bizim fəxrimizdir. Hamısı. Bəli. Biz də paylaşırıq, götürürük. Ringdə rəqib aladı, amma Avropada ki Avropada Azərbaycan komandası. Biz buradan 6 nəfərlə getmişdik. O uşaqlar burada bir-birinə döyüşürlər. Amma orada biz bir komandayıq. 3 qələbə. 3 qələbə, 1 HCC, 2 məğlubiyyət. Belə baxanda gözəl nəticədir. Əslində o Nitsə olan, bəli, mən fikirləşirəm ki, o bizim komanda udmuşdu. Amma o aktyordu dedilər, müğənnidir dedilər, nə dedilər? Dedilər modeldir. Modeldi dedilər, nə dedilər? Onu sıxdılar, həqiqətən də sıxdılar. Açıq aşkar bizim Talib müəllim tələbəsi idi. Adı Heydər idi, desən, hə Heydər? Qasımzadə Heydər, hə, udmuşdu. Talib müəllim özü orada özlədi ki, 11 ildir professional, yəni hakim. O daha yaxşı bilir hakimdir, əlbəttə ki. 3 dənə knockout dedi, nə dedi? Orada belə bir şey dedi ki, 3 dəfə Rusnə dedi, 3 dəfə knockout. Vaxtı tez kəsdilər, elə bax mən gördüyümü deyim. Orada Heydərlə biz içəridə monitordan baxırdıq. Bir 20 saniyə qalmışdı. Hə Heydər? 20 saniyə qalmışdı, dayandırdılar. Deyəsən model gecikirmiş. Model bir şey dərsən, hə, aşmışdı ki. Model dəymişdi yerə. 20 saniyə qalmış, model dəymişdi. Gəldilər qoymadı. Elə üzünə gözünə ləkə düşər. Gəlmir. Heydər udmuşdu. Biz özümüz də baxırdıq. O birisi uşaqlarda, bax biri voleybol düşdü. Hə. Bir voleybol, o da yaxşı başlamışdı. Onun adı nə idi? O da Talib müəllim. Hə, Cəmil. Məhəmməd. Yaxşı başlamışdı. Amma düşdü, çıxa bilmədi. Məhəmməd Abdulsoy döyüşdə özü gördü. Çoxdan da döyüşmürdü. Amma rəqibi də dalaşan idi, vuruşan cavan idi. Ona baxmayaraq Heydər yaxşı döyüşdürdü. Bir də Elmir. Elmir çox çəki saldı orada. Elmir
biz gedəndə Elmir idi də elə. Hə, Elmir 6 kilo yarım onun artığı orada var idi. Bir gün yarım o 8-ini saldı. 8-ini saldı, döyüşdü. Döyüşdü, indi gətirmədi. O da yaxşı işləyirdi. Amma orada mən indi təşkilata baxıram, həqiqətən Turan müəllimdə əziyyəti çoxdur. Elə Əlbəttə bu ki. təşkilatı edən Turan müəllimdir mənim. Hə, yox, sağ olsun. Turan müəllim də həqiqətən də idmanda baxıram çalışır, vuruşur, yarışlar Azərbaycan keçirir. Hə, Azərbaycan əlbəttə ki, Azərbaycan. Bax bu belə bir şeyləri təşkil etmək çox gözəl bir şey. Yarış keçirilir, orada güclər müəyyən olunur. Amma əlbəttə çox gözəl şey. Bunu dəstək olmaq lazım. Yoxsa hər müəllim üçün güclü öz tələbəsidir. Əlbəttə ki. Əlbəttə, hə, mən deyirəm ki, mənim tələbəm bunu necə yoxlamaq lazımdır? Yarışlar olmalıdır. Turan müəllim sağ olsun, yarışlar təşkil edir, gedir, iştirak edirik. Həqiqətən də bugünkü gün 3-4 də yarış varsa, bir də Turan müəllim keçirilir. İnşallah bizim olsa bir dənə proyektimiz var. Kənanla şey eləmişik, demişik. Bir dəfə inşallah Oktogon gəlib canını çəkəcəyik. İnşallah. Turan müəllim. Çünki orada idmançan o 8 salmı, o atmosferi onu demişik inşallah Turan müəllimlə də inşallah danışacağıq. Amma indi hal-hazırda Azərbaycanda klublar çəkib ondan sonra getmək istəyir ki, daha gözəl alınsın. Çünki ora gələndə mən burada Heydər tanıyıram. Ora gələndə Heydər bizinki Nurlan gəlib əlində bir dənə kameraman, əlində mikrofondan bir iki ət çəkir şey. Məni tanıması istəyir, mən səmimiyyətlə düzgün olacaq. İşte bu yarışa hazırlaşın, Nurlan səmimiyyət göstərsin, ekran qarşısında. Tempo çəki salır. Hə, tempo çəki salır. Ona görə indi inşallah o şeyimiz var, amma elə bir şey istəyirik ki, biz çəkiş elədiyimiz komandada inşallah hamısını eləyəcəyik. Məqsədimiz odur. Amma tam istədiyimiz, indi istəsəniz hər zala getdikcə biraz insan ayrıntılı eləyir. O məndə elədir. Mən indi bu yaşıma qədər elədim. Amma istəyirəm ki, orada o qədər səmimi uşaqlar olsun ki, ondan çəkişdən maraq olsun. Həm də güclü uşaq, oraya gedən hamısı güclü, amma döyüşün bildiyimiz uşaq olur ki, biz də bilək ki, nə girəcək. Həqiqətən çəkiliş çox super keçdi. Mən razıyam çəkilişdən. Mən çox didi güldük bu gün. Yəni bundan sonraki çəkilişlərimiz inşallah davam edəcək. Layihəmiz ümumiyyətlə davam edir. Allahın izni ilə. Kanala abunə olun, like atmağı unutmayın. Yəni axırda deyirəm. Həmişə axırda deyirəm. Əslində bu qabaqda olmalı. Biz hər də axırda deyirik. Kanala like atıb abunə olmağı unutmayın. Siz bizə dəstək olun ki, biz də idmançılara dəstək olub onları çəkək, inşallah işıqlandıraq. Ümumiyyətlə layihəmizə çox şey daxildir. Allahın izni ilə gələcəkdə hamı görəcək. Çəkiş elədiyimiz klublar daha çox bəhrəsini görəcək. İnşallah ki, bizim ayrı bir proyektimiz var. Kənanla ikimiz birlik. O inşallah eləyəcəyik Allahın izni ilə. Bizi izləməyi unutmayın. Sağ olun. Sağ olun.